Bir çox məktəblər kimi Novruz bayramını 5 nömrəli Bakı Peşə Məktəbi də qeyd etmişdir. Məktəbin direktoru İlham Cəbiyev Yaz Gəlir adlı tədbirin açılışını edərək gələn qonaqlara minnətdarlığını bildirdi. Sizin bu Novruz bayramınızı səmimi qəlblərlə təbrik edirəm. Sizə sözlərimiz bərəkətli olsun deyirəm. Tanrıdan arzulayıram ki, qəlblərimiz yaz hərarəti kimi xoş hisslərlə dolsun. Çıxışdan sonra tədbirə Dədə Qorqud, Bahar qız gələrək tonqalı yandırıb öz sözlərini, dua və arzularını tədbir iştirakçılarına çatdırdılar. Yaşıl hörməyə gəl. Novruzun atributlarından olan keçəli kosa da tədbir iştirakçılarına xoş ovqat bəxş etdilər. Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti nümayəndələri, qəsəbə orta məktəb direktorları, müəllim və şagird, qəsəbə musiqi məktəbi kollektivi, Buzona Mədəniyyət Klubu işçiləri, Buzona kənd ağsaqqal və ziyalıları da iştirak etmişlər. Kəndin axundu Hacı Soltan da Novruzun qədimliyindən, milliliyindən danışmış və xeyir duasını vermişdi. Şagirdlər musiqi nömrələri ilə tədbirə daha da maraq qatıb, qonaqlara bayram sevincini yaşada bildilər. Sonda da bildirək ki, tədbir iştirakçılarının geyimləri, dekorasiya, nümayiş olunan əl işləri, musiqi nömrələri, çəkiliş qrupu, montaj məktəbin tələbələri tərəfindən hazırlanmışdır.